Donald Trump Latin Amerikada yeni əməliyyatın anonsunu verib. O, Meksikada narkokartellərə qarşı zərbələr indirəcəyini istisna etməyib. Biz indi kartellərə qarşı quru zərbələri indirməyə başlayacağıq. Çünki Meksikanı onlar idarə edirlər. Bu ölkənin başına gələnləri izləmək çox kədərlidir, deyə Trump fikirlərini tamamlayıb. Maraqlı məqam odur ki, Maduro əməliyyatından öncə də eyni açıqlamalarla çıxış edib. O zaman da Ağ Ev sahibi Venezuelaya müdaxilənin əsas səbəbinin narkokartellərlə bağlı olduğunu bildirib və hadisələr ölkə prezidentinin ələ keçirilərək Birləşmiş Ştatlarda məhkəmə qarşısına çıxarılmasına kimi yüksəlib. Meksika ilə yanaşı Trump, Kuba və Kolumbiyaya qarşı da sərt mövqe nümayiş etdirib. Bu baxımdan sözü gedən ölkələr Ağ Ev rəhbərinin Venezueladan sonraki potensial hədəfləri hesab olunurlar. Bu məqamda analitiklər məşhur pizza nəzəriyyəsinin yenidən gündəm olduğunu vurğulayır. Çünki son günlərdə Pentagon ətrafındakı pizza restoranlarında sifarişlərin indeksi 600%-ə qədər artıb. Nəzərə alsaq ki, adətən Birləşmiş Ştatların hərbi əməliyyatlarından əvvəl Pentagon ətrafındakı pizza restoranlarında satışlar artır. Deməli, yeni müdaxiləyə hazırlıq gedir. Hədəf taxtasında göstərilən ölkələrdən birincisi Kolumbiyadır. Çünki Ağ Ev sahibi bir müddət əvvəl bu ölkəyə qarşı qiymətləndirmələr aparmışdı. Kolumbiya əməliyyatı yaxşı səslənir. Bura xəstə bir ölkə və xəstə bir insan tərəfindən idarə olunur, deyə Ağ Ev sahibi demişdi. Hətta Karakasdakı əməliyyatdan bir neçə saat sonra Trump, Kolumbiya prezidenti Gustavo Petro'ya diqqətli olması barədə xəbərdarlıq da etdi. Ekspertlərin fikrincə, Venezuelanın qərb qonşusuna hücum əslində real görünür. Çünki bu ölkə Latin Amerikasında Birləşmiş Ştatlarla hesablaşmır və müxtəlif təbii sərvətlərə malikdir. Əslində növbəti hədəfin hansı ölkə olacağını demək çətindir, ancaq siyasi səhnəyə diqqət yetirdiyimizdə ilk hədəfin Kolumbiya ola biləcəyini deyə bilərik. Çünki hələ Venezuelaya hücumdan əvvəl Trumpla bu ölkənin solçu hökuməti arasında sərt xəbərdarlıqlar daha da artıb. Venezuela kimi Kolumbiyada böyük sərvətlərə sahibdir. Bu ölkə əhəmiyyətli neft ehtiyatları ilə yanaşı qızıl, gümüş, zümrüd, platin və kömürün əsas istehsalçısıdır. Meksikada Trumpın hədəfləri arasında yer alır. Birləşmiş Ştatlar lideri hələ 2016-cı ildə seçki kampaniyası zamanı Meksika ilə cənub sərhədi boyunca divar tikəcəyinə söz verib. 2025-ci ildə vəzifəyə başladığı ilk gün Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirmək üçün bir fərman imzalayıb. Trump tez-tez Meksika rəsmilərini Birləşmiş Ştatlara narkotik və ya qanunsuz mühacir axınını dayandırmaq üçün addımlar atmamaqda ittiham edir. Üçüncü hədəf olaraq Trumpın iqamətgahının yerləşdiyi Floridadan cəmi 145 km cənubda yerləşən adı ölkəsi Kuba var. 1960-cı illərin əvvəllərindən bəri Birləşmiş Ştatlar ilə sözləri üst-üstə düşməyən Kuba indi daha da təklənib. Çünki bu ölkənin neft ehtiyacının 30%-ni Venezuela qarşılayıb. Maduro getdikdən sonra neft tədarükü dayandırılıb və bu da ada üçün ciddi enerji böhranı yarada bilər. Son açıqlamasında adanın iflic vəziyyətində olduğunu deyən Trump administrasiyasının növbəti hədəfinin Havana ola biləcəyi də ehtimallar arasındadır. Nisbətən uzaq Grenlandiyaya gəldikdə isə deyə bilərik ki, Birləşmiş Ştatların adada onsuz da hərbi bazası var. Lakin buna baxmayaraq Trump bütün adanı istəyir. Analitiklər hesab edir ki, Venezuela əməliyyatı Birləşmiş Ştatlar xarici siyasətində ciddi dəyişikliklərin olmasını göstərir. Əsasən hansı ölkələr olduğunu sıralaya bilərik, ancaq dəqiq olaraq hara hücum olacağını demək biraz çətindir. Çünki fərqli nəzəriyyələri mövcuddur. Bunların hamısını dəyərləndirmək lazımdır. Onu deyə bilərəm ki, Birləşmiş Ştatlar artıq susqunluğunu pozub. Bu isə ona beynəlxalq arenadakı gücünü geri qazandırır. İddialara görə Birləşmiş Ştatların bu həmlələrinin əsas hədəfi Çindir. Ağ Ev geosiyasi gərginliklər, ticarət müharibələri və son həmlələr ilə Pekinin enerji qaynaqlarına çıxışına təsir etməyə çalışır. Bu həm Birləşmiş Ştatların dünya neft bazarlarında üstünlüyünü qorumağına kömək edir, həm də Asiya nəhənginin dünya səhnəsində gücünü azaltmaq məqsədi daşıyır.